Bir də vaxtınız xeyir olsun, dəyərli futbol sevərlər. Xəzər Liqasındayıq. Günün növbəti maçı Xəzər Lənkəran və Beşevlər arasında baş tutur. Beşevlər Türkan komandası ənəv olaraq ağlı göylü geyimdə, Xəzər Lənkəran isə qaralı narıncılı geyimdə. Heyətlər əsi tanış eləyək. Xəzər Lənkərandan başlayırıq. Qapıda Sədal Əliyev, 2 Həsən Ağamaylov, 3 Yıldırım Rizabəyli, 4 Kərəmət Rızayev, 5 Əlimaylov, 6 Ülvi Cəfərov, 7 Emin Əlizadə. Bax, bu heyətlə çıxış edir. Xəzər Lənkəran Beşevlərin heyətini sizlərə təqdim eləyək. Qapıda Ramil Bağırov, 2 Sahil Xaylov, 3 Nihat Nəhmətov, 10 Müqəddəs İskəndərli, və 5 Kərim Camalov. Həsən Ağamaylov topu uzaqlaşdırdı. Beşevlərin hücumu. Bundan öncəki qarşılaşmada Ultraslan Alfa Mərdəkan mübarizəsi var idi. Həmin oyunun nəticəsi Alfa Mərdəkan çətin maçın sonunda 5-3 hesablı qələbəyə sevinən tərəf oldu. Hətta hesab 6-3 ola bilərdi. Düzgün əvəz etmək edilmədiyinə görə qolun biri ləğv edilmişdi. Yekunda hər bir halda Alfa maçı 3 xalla tamamlayır. Qrupun liderini yerindən büdrətməyə səbəb ola bilər bu qalibiyyət. Növbəti cərmə zərbəsi təyin edildi. Aha, Cavid Babayev bu xoş xəbərə görə desin bizə hədiyyə atacaq. Kərəmət Rızayev standart vəziyyəti yerini itirir. Vay maşallah, Cavid Babayev çox sağ olun deyək üçün, Allah ruzunuzu bol eləsin. Fazıl, xoş gəldiniz yayımıza. Təşəkkürlər, tac üçün, çox sağ olun. Yuxarıda gördüyünüz hədiyyədə butonumuz var. 1001 ədəd qızılgülə ehtiyacı var ki, yayınımız spamdan çıxsın. Polestar komandası çox sağ olun dəstəyiniz. Top Sədal Əliyevdə. Həsən Ağamaylov, Rizabəyli, Əlimaylov. Ötürməsi mükəmməl. Ülvi Cəfərov qapışıyla üzbəüz qalır və şansını qaçırdı. Qalanı da Sarşanda oyununda. İnşallah, inşallah. Allah razı olsun. Hesab 0-0, Beşevlər 0, Xəzər Lənkəran 0. Alfa Ultra neynədi? Alfa Ultra maçında 5-3 Alfa Mərdəkan qalib gəldi. Lider Ultradan 3 xal ala bildi Alfa Mərdəkan. Bu maçda isə hələ ki hesab açılmayıb. Son toxunuş Sahil Xalidovdan. Nə deyir Cavid? Cavid deyir ki, Saşa Mesiyevin oyununda daha bir möhtəşəm hədiyyələr atacaq canlı yayımıza və dəstək olacaq. Gün zərbəsi. Liqa 1-2 səhifəsi yayımıza xoş gəldiniz. Beşevlərin hücumu. Son toxunuş Əlimaylovdan alt Beşevlər. Yalandır. Nihat Nəhmətov zərbə indirdi və top qapıdan aralı keçdi. Əlimaylov. Həsən Ağamaylov.
Müqəddəs İskəndərliyə gəlir top və qeyri dəqiq zərbə. Bağırov top oyuna daxil edəcək. Müqəddəs İskəndərliyə. Sahil Xalidov, Nihat Nəhmətov, yine Müqəddəs Xalidov. Zərbə qarşı götürmə Neyvana çatmadı və top Sədal Əliyevdə. Günün mərkəzi qarşılaşması isə bu maçdan dərhal sonra Porto Boku və Şuvalan arasında başlayacaq. Canlı yayımızı izləməyi və abunə olmağı unutmayaq. Sahil Xalidov. Nihat Əlimaylov qarşıladı. Həsən Ağamaylov. İldırım Rızabəyliyə gəlir top. Şəfərov və Ramil Bağırov qarşıladı. Ülvi Cəfərov. Kərəmət Rızayev idi bu daha doğrusu. Maylov'la oynuyor. Əlimaylov. Geriyə Həsən Ağamaylov. Daban ötürməsi yaxşı alınmadı və az qalsın hesab açılacaqdı. Kərim Camalov fərqləməyə yaxın idi. Əvəzində Kərəmət Rızayev indi topla irəliyir. Son olaraq da elə özündə meydançanı tərk etdi. Out Beşevlər. Müqəddəs İskəndərliyə. Kərim Camalov. Nihat. Yenə Kərim. Ülvi Cəfərova gəlir top. Özün eləmişsən. Kərəmət. Qayda pozulur və cərimə zərbəsi. Gün zərbəsi Xəzər Lənkəran. Növbəti alt Beşevlər. Qarşılıqlı hücuma şərətinə keçən maçda hələ ki qol hesabı açılmayıb. Nihat. Kərim Camalov. Qalkıpır top oyuna daxil edəcək. Əlimaylov. Uzaqdan yoxdur şansını və Ramil Bağırov çıxartdı. Gün zərbəsi. Kərəmət. Həsən Ağamaylov. Və növbəti dəfə alt yerinə itirəcək Xəzər. Nəhayət hesab açıldı qarşılaşmada. Əlimaylov hesabı aça bildi. Xəzər Lənkəran 1, Beşevlər Türkan 0.
Keramet Rızayev. Elimaylov. Keramet Rızayev. Salabasov'da kadar top. Sahil Xalidov. Nihat ve top kapıdan aralı geçti. Son toxunuş Sahil Xalidov'dan out Xəzələn Kiram. İki Məmmədov. Yine out Beşevler. Kerim Jamalov. Sadal Əliyev çıxartdı və ikinciden zərbə. Yine alt Beşevler. Son toxunuş Qalkiverdən ikinciden zərbə. Yine Mehmet İskenderli. Nihat. Keramet Rızayev. Əla ötürmə Rızayevdən. Emin Əlizadəyə zərbə indirməyə imkan vermədilər top Nihat Məhdovda. Nihat Məhdov. Əlizadədə qalır top. Ülvi Cəfərov. Əlizadəyəm. Abbasov qarşıladı. Mehmet İskenderli. Qalkiver top oyuna daxil edəcək. Çabuk oyuncu gəlmə zərbəsi. Vüsal Abbasov. Yine Vüsal. Top doğru sadece yandan silkələdi Kerim Jamalovun zərbəsindən sonra və Qalkiper top oyuna daxil edəcək. Alt Beşevler. Əlizadə. Ülvi Cəfərov. Keramet Rızayev. Out Xəzələn Kiram. Bağırov topu oyuna daxil edir. Sahil Xalidov. Yine Sahil. Zabəyli topa qazana bildi. Çərmə zərbəsi ilə itirəcək Xəzər. Keramet Rızayev.
Kərim Camalov. Nihat. Növbəti ikinci zərbəsi 5 evlər. Qətə İskəndərli. Son zərbə Abbasovdan. Geridəyik. Alt Beşevlər. Keramet Rızayev. Əlizadə 6-20 itirdi. Həll oyun içərmə zərbəsi. Bağırov. Misal Abbasov. Növbəti alt. Kalkiper topu oyuna daxil edəcək. Hesab seyridir. Xəzər Lənkəran 1, Beşevlər Türkan 0. Yeganə qolu müəllifi Yalnız Əlimalov fərqlənib. Və başqa hər hansı bir qol yoxdur. Ülvi Cəfərov. Qayda pozulur və cərmə zərbəsi. İkinci zərbəsi Beşevlər. Əleyhissalam, ilk oyunun qarşılaşmasının nəticəsi Ultraslan 3, Alfa Mərdəkan 5. 3 xal Alfaya getdi. Ülvi Cəfərov topladı. Kərəmət və top qalıb kiberdə. Ramil Bağırov da qalır. Misal Abbasov. İki Məmmədov qarşılayır. Yenə Abbasov. Əlimayılov ondan top ala bildi. Kərəmət. Cəfərovun ayağı topa çatmadı və Bağırov topu oyuna daxil edəcək. Növbəti cərmə zərbəsi Beşevlər. Nihat. Qətə İskəndərliyə gəlir top. Nihat Nəhmətov. Və toplarda. Nihat Nəhmətov. Beşevlərin 8 nömrəli oyuncusu hesabı bərabərləşdirdi. Xəzər Lənkəran 1, Beşevlər Türkan 1. Alt Beşevlər. Ortağa bağla.
Melisa ortasındadır. Salih Xalidov. Və növbəti out. Keramet Rızayev. Həsən Ağamayılov. Müqəddəs İskəndərdə qalır top. Məmmədov qaydanı pozmadan onu top ala bildi. Bağırov. Kerim Cemalov. Nihat. Salih Xalidov. Əlimayilova gəldi top. Ülvi Cəfərova çatmadı və out 5 evlər. Değiş. Müqəddəs. Kaçmadan bir şey. Əlimayilova qalır top. Ötürməz sağ cinahda Keramet Rızayev. Bu zərbədən sonra da top çərçivədən aralı keçdi. Ben tercih edeceğim seni Murat. Ortada geldi top. Hey. İlham Musabəyli. Əli Cəfərov. Üstünə Ülvi Cəfərov. Topladı. Həsən Ağamayılov. Əlimayilov. Son 1 dəqiqə ikisi də. Geç ortaya. Xalidov. Kameralaşıl oynuyor. Abbasov. Ötürmə ivana çatmadı və Seda Əliyev top oyuna daxil edəcək. Ülvi Cəfərov. Xalidov. Solabasov. Nihat. Sən son hücum şansı. Abbasov. Top Beynəşan tərk etdi. İlk hissə Beşevlər Türkan 1, Xəzər Lənkəran 1. Gəlimiz ki bağlırıq. İkinci hissədən yenidən görüşənədir. Hələlik. İkincisi də yenidən hər bir salmırıq. İlk sənin nəticəsini sizə xatırladaq. Beşevlər Türkan 1, Xəzər Lənkəran 1. Həlici hissə. Hazırım. Naçik səhifəsi yayımıza xoş gəldiniz. Yine out yerine getirilecek. Out Xəzər Lənkəran. İlham Musabəyli. Müdafiə yan xəttən Beşevlər.
Misal Abbasovdan geriyə. Salih Xalidov. Müqəddəs İskəndərli. Əleyk salam, yeni gələnlər, xoş gəldiniz. Kərəm Rzayev topladı. Qayda pozuntusu qeydə alındı, cərimə zərbəsi. Bundan öncəki qarşılaşmada Alfa Mərdəkan Ultraslan duelini izlədik. Lider Ultraslan bu tur xal etmək məcburiyyətində qaldı. Yekunda 5-3 hesabı ilə qalib Alfa Mərdəkan olmuşdu və Sədal Əliyev cərimə zərbəsindən bu turda fərqlənmiş oldu. Qapçı olmasına baxmayaraq öncələr də cərimə zərbəsindən qol vura bilib və bu dəfə də hesab Xəzər Lənkəran 2, Beşevlər Türkan 1. Müqəddəs İskəndərli. Rzabəli qarşıladı. Yeni Müqəddəs. Və mükəmməl cavab qolu gəldi Müqəddəs İskəndərlidən. Çox sərt zərbə ilə Sədal Əliyevə heç bir şans tanımadı. Hesab Beşevlər Türkan 2, Xəzər Lənkəran 2. Yenidən vəziyyət bərabərdir. Rzabəli. Top Beşevlər komandasında. Nihat. Malum vaxtında ayak koydu. Kalkiper top oyuna daxil edəcək. Misal Abbasov. Hesap elə ki 2-2. Xəzər Lənkəran 2, Beşevlər Türkan 2. Və Salih Xalidov hesabı komandasının lehinə dəyişdi. Maçda ilk dəfə Beşevlər Türkan komandası hesabda önə keçir. Qapçılar üçün ən əl çatmaz nöqtəyə ünvanladı 21 nömrəli oyunçu Xalidov. Və nəticə Beşevlər 3, Xəzər Lənkəran 2. Yıldırım Rzabəyli. Sədail. Out Beşevlər. Emin Əlizadə topa yələnir. Gün zərbəsi Xəzər. Növbəti out Xəzər Lənkəran. Həsən Ağamayılov uzaqda yoxlu şansını və top qapadan az caralı keçdi. Amma deyəsən Bağırovun toxunuşu var idi. Bəli, elədi ki var. Küncdən zərbə. Kərəm Rzayev. Bağırovda qalar top. Nihat. Kərəm Rzayev yerdə qalır və ona qarşı qayda pozuntusu. Out. Out Xəzər Lənkəran. Açıl, açıl. Dayanma bir daha yerine.
Beşevlərin növbəti hücumu. Gör. Davirov Beşevlər. Hadi. Coşqun İslamov, əleyhissalam, xoş gəldiniz. Yox, Şüvalan Portobaku bu oyundan dərhal sonra, bir neçə dəqiqə sonra başlayacaq. Bu qarşılaşmada isə Beşevlər 3, Xəzərlənkəran 2. Hesab elə ki, belədir. Salabasov. Müqəddəs Kənəli. Növbəti 6 Beşevlər. Çox sağ ol Coşqun İslamov. Allah sizə də kömək olsun. Nihat, qapı boş. Və son anda Kəramət Rızayev komandasını 100% qoldan xilas etdi. Müqəddəs İskəndərli az qalsın fərqlənəcəkdi. Bitməyə neçə dəqiqə qalıb? Təqribən 16 dəqiqə. Kəramət Rızayev. Emin Əlizadəyəm. Doktor yandan silkələdi. Həyalı asıldı rəqibinə Müqəddəs İskəndərli. Zərbə indirə biləcəkmi? Nihatla oynayır. Nihat. Əlimalov. Ona qarşı qayda pozulur, cərmə zərbəsi. Hesabı sizə xatırladaq, Xəzərlənkəran 2, Beşevlər Türkan 3. Bir top fərqlə Beşevlər üstündür. Maçda iş qolu müəllifi Əlimalov zədələnib. Ama oyun devam ettirəcək. Kəramət Rızayev. Qayda pozulur və cərmə zərbəsi. Out, Xəzərlənkəran. Gel. Sahil Xəlidov. Səda ilə etdi. Kərim Camalov. Sahil Xəlidov. Əlimalov da qalır top. Yine out. Xəzərlənkəran. Top Beşevlər komandasında. Abbasov. Müqəddəs İskəndərli.
Keramet Rızayev ondan qaydanı pozmadan top ala bildi. Keramet out. Xəzər Lənkəran. Keramet Rızayev. Məmmədov. Sədal Əliyev. Bağırov. Müqəddəs İskəndərli. Abbasov. Qalkipir dəf etdi. Təkrar epizod olacaq amma Kərim Camalov yenə Qalkipir qapısında inamlıdır. Abbasov. Tabir çətbə toptorda. Hüseyin Abbasov. Hesabı 4-2'ye çatdırdı. 11 nömrəli oyuncu. Beşevler Türkan 4. Xəzər Lənkəran 2. Ahmet bıçağı. Ahmet orta. Ahmet top tutar. Gel gel. Bıçağı sağı. Sağı bıçağı. Gel 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 gel. Kərim Camalov. Rızayev'də qalır top. Əlimaylov. Keramet Rızayev. Növbəti cərimə zərbəsi Xəzər Lənkəran. Eşyamıza hoş geldin. Çok sağ ol beğeni için. Oyunu davam ettirmeye olar. Cərimə zərbəsi yerinə yetirildi. Aleykümselam. Teşekkürler hediye için. Çok sağ olun. Növbəti 6 yerinə yetirecek Beşevler Türkan komandası. Müqəddəs İskəndərli. Aleykümselam. Hesabı sizə xatırladaq. Beşevler Türkan 4, Xəzər Lənkəran 2. Sədal Əliyev. Abbasov qarşıladı. Nihat. Topu 2 Məmmədovda. Ötürməsi Ümara Şatmadı və Ramil Bağırov növbəti dəfə top oyuna daxil edəcək. Yenə Bağırov. Kərim Camalov. Abbasov. Müqəddəs İskəndərli və top Qalkipirdə qaldı. Out. Beşevler. Kərim Camalov. Rızada qarşıladı. Keramet Rızayev. İki Məmmədov.
Yeni out. Xəzər Lənkəran. Kərəmət Rızayev. Camalov ondan topu aldı. Abbasov uzaqda yaxlı şansını və Sədal Əliyev çıxartdı. Gün zərbəsi. Meşevlər gün zərbəsi yerinə yetirəcək. Miki Məmmədov. Həsən Ağamayılov topun ötürməsi alınmadı. Kərim Camalov topladı. Salih Xalidov. Muzayev. Sədal Əliyev. Bağırov. Nihat. Növbəti 6-5 evlər. Çərmə zərbəsi Xəzər. Yox, qaydanı ilə Xəzər Lənkəran oyuncusu pozulmuşdu. Top Müqəddəs İskəndərlidə. Bu dəfə isə gün zərbəsi. Maylov. Və növbəti oldu. Müqəddəs İskəndərli. Nihat. Qapısını da allatdı. Qapı boş və son anda Emin Əlizadə komandasını qoldan xilas edə bildi. Küncdən zərbə. Bu isə Maylovun sərt zərbəsi idi. Bağırov çıxartdı. Miki Məmmədov. Yenə Bağırovdan əla reaksiya və küncdən zərbə. Bağırov topu oyuna daxil edəcək. Salih Xalidov. Out. Beşevlər. Ramil Bağırov. Xalidov. Emin Əlizadə. Nurbi Cəfərov. Və top Ramil Bağırovdan. 6-5 evlər. Nurbi Cəfərov. Müqəddəs İskəndərli. Miki Məmmədov. Emin Əlizadə. Və top orada. Fərq minimum indi. Emin Əlizadə əlinə düşən fürsətdən maksimum yaralandı və hesab Xəzər Lənkəran 3, Beşevlər Türkan 4. Bu dəqiqələrdə bu qola çox ehtiyacı var idi Xəzərin. Ən azından bərabərlik şansını qoruyub saxlamaq üçün. Maçın bitiminə isə təqribən nə az nə çox 4 dəqiqə hələ zaman var. Hər an hər şey dəyişə bilər deyəcəkdim, amma Abbasov yenidən fərqi 2 topa qaytardı. Üsal Abbasovun qolu ilə Beşevlər Türkan 5, Xəzər Lənkəran 3. Son 3 dəqiqə.
Aydın bizden sonra oyun var. Nihat. Vüsal Abbasov. Həll oyun gəlmə zərbəsi. Müqət Əskəndərliyim. Kərim Jamalov. Nihat. Abbasov. Abbasov və top torda. Fərq 2 qata yüksəlir. Yenə Vüsal Abbasov fərqləndi. Beşevlər Türkan 6, Xəzər Lənkəran 3. Son 2 dəqiqə. Vüsal Abbasov. Həsən Ağa Maylov'da qalır top. Maylov. Ötürmə sağ jantı. Rızayev. 2 Məmmədov. Yenə out. Out Xəzər Lənkəran. Sağa get. Son 1 dəqiqə. Maçın sonuncu dəqiqəsi. Out Beşevlər. Keramet Rızayev. Ülvi Cəfərov. Bağırov. Oyun başa kimi final fitini səsləndirir. Yekun nəticə Beşevlər Türkan 6, Xəzər Lənkəran 3. 3 xal Beşevlər komandasına getdi. Belə, hələ ki yayınımızı sonlandırırıq. Bir neçə dəqiqə sonra yenidən canlı yayımız açılacaq. Hələlik.